Salam dostlar. Deməli, Bəyli Əyibovun qardaşı oğlu Ruslan Əyibov həbs olundu. Siqaret qaçaqmalçılığına görə. Və bu adam indi məlum olur ki, Hövsanda yerləşən ticarət limanının sahibidir. Eyni zamanda da bu adam Dövlət Kömürlük Komitəsində Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Kömürlük İdarəsinin rəisidir. General-mayor Həsən Əyibov. Bu tutulan Ruslan Əyibovun qardaşı. Bir neçə gün bundan əvvəl onun vəzifəsindən azad elədilər. Görünür bu işə görə azad ediblər. Bir 200-250 kilo çəkisi olan bir camuşa oxşayan adam idi. Və bunu gətirib gömrükdə böyük vəzifəyə qoymuşlar və general-mayor rütbəsini vermişdilər. 2-3 gün əvvəl bundan əvvəl çıxartdılar. İndi də Ruslan Əyibov tutub basdılar içəri siqaret qaçaqmalçılığına görə. Bu siqaret qaçaqmalçılığı məsələsi bir neçə gündür, bir aya yaxındır ki, davam edir. Bu Ələtdə başladı, Ələt limanında başladı. Məlum oldu ki, orada Ələt limanında gömrüyün rəisi və başqaları belə qaçaqmalçılıqla məşğuldular. Gömrükçülər, sərhədçilər qaçaqmalçılıqla məşğuldular. Bu Hövsandakı limanın rəisi Rəşad Daşdəmirov. Bu adam xatırlayırsınızsa uzun illər Gəncənin icra başçısı olan Rasim Daşdəmirovun oğludur. Azərbaycan hakimiyyətinin vuran əllərindən biridir. Gəncəyə qan ağlatmışdı Rasim Daşdəmirov. Nə ilə yadda qalmışdı? Lissabon Sammit şəhəri ifadəsi ilə yadda qalmışdı. O vaxt Lissabon sammiti vaxtı güya Heydər Əliyev bir böyük uğura imza atmışdı. Yalancı bir propaganda gedirdi, təbliğat gedirdi. Bu da güya bu həmin Lissabon sammitindən danışanda demişdi ki, Lissabonun sammit şəhərində Heydər Əliyev xüsusi qəhrəmanlıq göstərir. Həbs olunanlar arasında daha kim var? Həbs olunanlar arasında deməli Hövsan limanının kömürlük rəisi Fərid Üsubov. Fərid Üsubov xüsusi Dövlət Mühafizə Xidmətinin rəis mavini General Cəbrayıl Üsubovun oğludur. Xüsusi Dövlət Mühafizə İdarəsi Prezidentin Mühafizə İdarəsi. Təkcə prezidentin yox, dövlətin əsas binalarını, əsas şəxslərini qoruyan, bu işdə cavabdeh olan idarədir. Və bu idarənin rəisinin oğlu qaçaqmalçılıqla məşğuldur. Və fikir verirsinizmi? Bəylər Əyibovun qardaşı oğlu limanın sahibidir. Bəylər Əyibovun qardaşı oğlu bu kömrükdə mavindir. Rasim Daşdəmirovun Azərbaycan hakimiyyətində olan bir adam, Azərbaycan hakimiyyətini vuran əllərindən birinin oğlu. Rəşad Daşdəmirov kömrükdə buraxılış məntəqəsinin rəisidir, böyük yüksək vəzifə tutur, liman kömrüyünün rəisidir. Mühafizə xidmətinin rəis mavininin oğlu, bir başqa vəzifəni tutub. Bu adamlar hamısı belə böyük vəzifələr tutan adamlardır. Bir dəstə adam tutulub. Sərhədçilər tutulub, gömrükçülər tutulub, gəmi kapitanı tutulub. Məsələn, Heydər Eyvazlı adında bir gömrük postunun inspektoru var, o tutulub. Fərrux Haqverdiyev var, limanda briqadir işdir. Nəsə uzun böyük bir dəstəni tutublar. Bunlar siqaret qaçaqmalçılığı ilə məşğuldur. Amma qaçaqmalçılığa görə kimlər tutulub ki? Əfqan Muxtarlı jurnalist vaxtı ilə məni tutublar. Gözəl Bayramlını tutublar. İndi həbsxanada bir 30-a yaxın jurnalist var ki, qaçaqmalçılıq maddəsi ilə həbsdədir. Və bunlardan 9 nəfər xanım jurnalistdir. Meydanın qəhrəman jurnalistləridir, Abzas Meydanın jurnalistləridir, Toplum TV-nin jurnalistləridir. Qaçaqmalçılıqla məşğul olan Azərbaycan hakimiyyətidir. İlham Əliyev gətirdiyi malların heç biri qeydiyyatdan keçmir. İndi məlum olur ki, bu Bəylər Əyibovun da qohum qardaşları ölkəyə milyonlarla gətirib. Nəyə görə bunları tutdular? Çünki İlham Əliyevin biznesinə əl uzatıblar. Ölkədə siqaret biznesi bir mənalı olaraq İlham Əliyevə məxsusdur. Siqaretin idxalı da İlham Əliyevə məxsusdur, istehsalı da İlham Əliyevə məxsusdur, topdan və pərakəndə satışı da İlham Əliyevə məxsusdur.
Bu adamlar ona görə tutulublar ki, İlham Əliyevin biznesinə əl qoyub. Bax, bu tutulan adam həm də eyni zamanda kimya sənayesində böyük müəssisələrin sahibidir. Eyni zamanda nə baş verir? İlham Əliyev illərlə özünü qoruyan, qapısında it olan Bəylər Əyibovun əmlakını əlindən alır. Bu həbs təkcə o siqaret qaçaqmalçılığına görə deyil. Bu siqaret ancaq ona görə deyil ki, bu Əyibovlar qudurub İlhamın bazarına giriblər. Yox, ona görə deyil. Bu həm də ona görədir ki, Əyibov bu illər ərzində topladığı milyardları əlindən alacaqlar. Əyibovun əlindən alacaqlar, qohumlarının əlindən alacaqlar. Bunlar sonsuz sərvətə sahibdirlər. İlham Əliyev heç bir sədaqət, İlham Əliyev heç bir ona göstərilən xidməti nəzərə alan adam deyil. İlham Əliyevin Allahı puldur. İlham Əliyev pula görə arvadını da satar. Uşaqlarını da satar. Vəzifəyə, tutduğu o posta görə hər şeydə hamının başından basıb gedir. Bəylər Əyibov kimdir? Heç kəsdir bundan ötürü. Və bu gün baş verən Bəylər Əyibovun əmlakının əlindən alınmasında başlayan əməliyyatdır. Görünür ki, Bəylər Əyibov o sərvətindən imtina eləməyib, atqaz edib İlham Əliyevə. Dərhal qardaşı oğlunun vəzifədən çıxartdılar, digər qardaşı oğlunu tutdular. Biz yaxın günlərdə Əyibovların ətrafında olan xeyli adamın həbsini görəcəyik. İlham Əliyev heç kəsdə pul qoyan deyil. İlham Əliyev xalqa az saxladığı kimi ətrafında olan adamları da özündən asılı vəziyyətdə saxlayacaq. Heç kəsə imkan verməz ki, milyonlarla pulu olsun. Hamını lütüləyəcək. Kim ki ona qədərlik edib, kim ki ona nökərlik edib, kim ki onun qulu olub. Axırıncı qəpiyinə qədər əlindən alacaq. İlham Əliyev sizin hər birinizi məhv edəcəkdir. Onun böyründə olan küçüklər, onun böyründə olan o kölələr var ki, Azərbaycan müxalifətinə söyürlər, Azərbaycan xalqına söyürlər, xalqa üstdən aşağı baxırlar, zülüm verirlər xalqa. Güya İlham Əliyevə xidmət edirlər. Zamanı gəlib çatanda İlham Əliyev sizin ananızı ağladacaq. Necə ki, bugün Bəylər Əyibovun anasını ağladı. Necə ki, bundan əvvəlki kölələr vardı. Çoxlu adamlar var. Əli İnsanov mələtli türmədə. Mələtli illərlə 10 ildən yuxarı. Əli İnsanov bunların ən yaxın adamı idi. Heydəri ölümdən qurtarmışdı. Amma tutub bastılar içəri. Eləcə digər nazirləri. Bir gözünüzü önündən keçirin, görün kimlərin anasını ağladı. İndi növbə Bəylər Əyibovun. Sonra Kemaləddin Hoca, sonra digərlərinin hoca. Hər birinizin, İlhamın yanında duran, İlhamın komandasında olan adamlar. Hər birinizin ananızı ağlatacaqdır. Hər birinizin axırıncı qəpiyinə qədərinizdə. Bu xalqdan soyduqlarınızı, bu 1000 qarğışla yığdığınız o sərvət var. Hamısını Əliyev sizin əlinizdən alacaq, o debil qızları aparıb narkotika zada verəcək. Və bu gün baş verənlər əmlak uğrunda mübarizənin bir hissəsidir. Və bu mübarizə yəqin ki, qanla sonuclanacaqdır. Bəylər Əyibov belə güya vurub yıxan adam idi. Güya bunun bir, nə bilim, bir qohumu vardı. Hamının şilləliydi, hamının təpikliydi, hamının gülləliydi belə. Görə indi onlar İlhama qabanda atlarını düşə bilirlər. Belə kimsəsiz, gücsüz, arxasız insanları şapatlayırdılar harada gəldi bu Əyibovlar. Qan ağladırdılar Gəncədə zadda. İndi görək səsləri çıxırmı? Görüm İlhama qarşı dura biləcəksiniz. Yoxsa hakimiyyətdən gücəl lotuluqluydunuz. Özünüzün kişiliyi zadı yoxdur. İndi onu görəcəyik. Görəcəyik nəsizsiz. Və hər şeyinizi əlindən oldu. Hamınızı tutub basacaqdılar içəri müqavimət göstərməsə. Görək müqavimət göstərmək kişiliyiniz çatırmı? Bəylər bu. Mənə sən Berlində yumruq sirkəliydin, söyüş söyürdün mənə. İndi görüm sənin cəsarətin kişiliyin çatırmı? Bozqurt işarəsi göstərdin, çaq qal bizə. İndi görüm sənin səsin çıxacaqmı? Çıxmayacaq sənin səsin. Çıxmayacaq, sən məhv eləyəcək İlham Əliyev. Səndə o kişilik yoxdur. Sən mən kimi jurnalistlərə gücünü göstərə bilərsən. Məni döydürə də bilərsən, öldürə də bilərsən, söyə də bilərsən mənə. Çünki mənim əlimdə silah yox, mənim dalımda dövlət durmur, məni hökumət qorumur, məni hüquqlar qorumur, hər şey siz idiniz. Sizin arxalı köpək idiniz, hamınız. Arxalı köpək, arxanızda İlham Əliyev durdu. İndi o sahibiniz qırmacla sizi başınıza döyür. Görək səsini çıxacaqmı? Çox maraqlıdır məndən. Görək sizin kişiliyiniz çatırmı?